9-cu sualda düzgün cavabları seç deyib cümlələr verdikdə imtahanda da bu formada olur. Əsasən mübtəda xəbər uzlaşması olur. Bu tip suallarda birinci xəbəri tapın. Məsələn, birinci cümlənin xəbəri həzz təkdir. Bilirik ki, həzz tək həvcəm, iz tək arcəm bu formada. Həzz təkdir və mübtədanı axtararkən hər zaman sözünüdən əvvəldə axtarın. Ümumiyyətlə bu mövzuda sözünüdən sonranı hər zaman silin, atın kənara. Sözünüdən sonra heç zaman mübtəda gələ bilməz. Hər zaman sözünüdən əvvəl olmalıdır. Sözünüdən əvvəl value tək isimdir. Təbii ki, cəmlik əlamətləri yoxdur. Tək isim olduğuna görə həzz də tək, deməli doğrudur. Bir doğru. 2-də xəbərimiz was təkdir. To-dan əvvəl, yəni sözünüdən əvvəl monumentdə təkdir, deməli 2 də doğru olacaq. 1-2. Cavab yəqin ki, variant olar. Yenə də 3-dən 4-ə baxmalıyıq. Ümumiyyətlə, imtahanda doğru cavabları tapdıqdan sonra digər variantların niyə səhv olduğunu hər zaman yoxlayın ki, texniki xəta olmasın. Ola bilər ki, nəsə gözümüzdən qaçsın. Digər variantların səhv olduğundan əmin olsaq, bu problem artıq aradan qalxacaq. 3-cü sualda en amorfun xəbəri cəm